Rəşid, izləyicilərimizdən bir nəfər sual verir ki, xahiş edirəm spirtli içkinin insan orqanizminə xeyri barəsində məlumat varmı? Xeyri varmı? Mən sizə bir şey deyim. Bircə şey deyəcəm xeyrindən. Çox üzr istəyirəm. Spirtli içki həddindən artıq içilməsi, suyun da çox içilməsi çox azdır. Amma spirtli içki ümumiyyətlə bizim Azərbaycan xalqına, bizim dinimizə uyğundur. İçməsək daha yaxşı olar. Mən şəxsən Rus dönəmindən gəlmişik, hamımız o dövrdən də içməyə başlamışıq, yenə də içirik. Amma bunun bir əhəmiyyəti var. İçki içən şəxsdə ateroskleroz olmur. Çox qəribədir. Yaddaşsızlıq olmur. Çox qəribə şeydir. Nədir bu? Hansı içkidir? Çaxırdırmı, araqdırmı? Hansı içkidir? Spirtin özüdürmü? Bilmirik bunu. Amma fakt odur ki, o spirtli içki qəbul edən adamlarda, məsəl üçün nə olmaz? Sklerotik proses gec baş verir. Amma digər adamlarda tez baş verir. Çox maraqlı faktdır əslində. İçki içdiyi anda dünyanı unudur, ətrafını unudur, amma ümumiyyətlə içki içirsə yaddaşsızlığa qarşı mübarizə aparır. Bəli, çox qəribədir. Bəli, qəribə faktdır. Yox, ateroskleroz təkcə yaddaşdan getmir. Bizim insanlar elə bilir ki, ateroskleroz yaddaşsızlıqdır. Xeyr. İzahım verin. Birinizə verən şey, ateroskleroz damarların iç divarında kirəcləşmə gedir. Xolesterin çökür. O xolesterin çöktüyü üçün damar daralır, qidalanma pisləşir, orqanların qidalanması. Odur.